Bu dəqiqələrdə isə maraqlı bir mövzuda danışacağıq. Əslində mövzunun adı diqqətimizi çəkdi. Çünki bu internet folkloru, bu ifadəyə artıq son zamanlar daha tez rast gəlirik və əslində bunun qatlarında nə dayanır və onu necə ifadə etmək olar? Burada çox bir maraqlı bir seminar da keçirib, virtual sosial mədəni şərtlər kontekstində folklorik dinamika. Bax, bunun özü nədir? Nəyə etifadır? Bu barədə qonaqlarımız daha ətraflı məlumat verəcək. Filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri və Hikmət Quliyev studiyamızın qonaqlarıdır. Sabahınız xeyir olsun, xoş gəldiniz. Xoş gəlmişsiniz. Sizi salamlayırıq və təşəkkür edirik ki, studiyamıza gəldiniz bu maraqlı mövzu ətrafında danışmaq üçün. Çünki müasir dövrdə internet folklorunun araşdırılması əslində çox mühüm məsələlərdən biridir. Amma bunun yaranma zərurəti və daha çox nələri araşdırırdınız? Bax, bu əsas məsələdir. Deməli, öncə dəvətə görə sizə öz dərin təşəkkürümüzü bildiririk. Bugünkü sizinlə görüşümüz çox əlamətdar bir günə təsadüf edir. Bugün Bakı Humanitar Forumu öz işinə başlayır. Bu münasibətlə də hər bir kəsi ürəkdən təbrik edirik. Bir neçə gün bundan öncə qeyd etdiyiniz kimi bizim internet folkloru, sosial mədəni şərtlər kontekstində folkloristik dinamika adlı bir seminarımız oldu, baş tutdu və qeyd edim ki, bu ənənəvi bir seminardır. Elə təxminən bir ay bundan öncə başqa bir mövzu ilə bağlı da biz sizinlə birlikdə çox maraqlı müzakirələr aparmışdıq. Və qeyd etdiyiniz kimi seminarın mövzusu internet folkloruna həsr olunubdur. Niyə məhz internet folkloru sizin o sualı verdiyiniz kimi? Onu qeyd etmək istərdim ki, bu internetin meydana gəlməsindən sonra bütün dünyada bir yeni mühit, bir texnoloji mühit meydana gəlməyə başladı və internet insanların həyatına daha çox daxil olduqca, kommunikasiyanı daha çox həyata keçirdikcə, bu texnoloji mühit getdikcə texnokulturoloji mühitə çevrilməyə başladı. Və bu insanlar arasında indi bu elmi terminologiya ilə Web 2.0 deməli texnologiyaları deyirlər. O meydana gəldikdən sonra, yəni bu sosial şəbəkələr meydana gəldikdən sonra isə artıq bu texnokulturoloji mühit real mədəni mühitə, bizim həyatımızda olan mədəni mühitə alternativ kimi çıxış etməyə başladı. Və təxminən ötən əsrin 70-ci illərindən 80-ci illərə doğru güclənərək Avropada, xüsusən də Amerikada bu folklor, bu internet mühiti tədqiq olunmağa başladı. Və bu yeni texnokulturoloji mühitdə özünü göstərən əsas təzahürlərdən biri internet folklorudur ki, o həm məzmununa görə, həm formasına görə bizim ənənəvi folklor mühitindən, real mühitdə gördüyümüz bu folklor mühitindən tamamilə fərqli yeni təzahürlərdir. Nədir onlar? Bax, bir nümunə misal olaraq göstərək. Deməli, onlar indi Hikmət müəllim ətraflı məlumat verəcəkdir və mən onu qeyd etmək istəyirəm ki, biz, deməli, bu texnokulturoloji mühitdə Avropada bunu öyrənirlər, yalnız elmi məqsədlər üçün yox, həm də bir sosial idarə etmə məqsədi üçün. Bu, dünyada yeni bir trend, yeni bir tendensiya olduğuna görə Azərbaycanda da bu istiqamətdə tədqiqatlar aparılmaqdadır. Mən qeyd etmək istərdim ki, bizim akademiyamızın çox hörmətli prezidenti Akif müəllimin bilavasitə təşəbbüsü nəticəsində Respublikamızın görkəmli alimləri, akademik Rasim Əliquliyev və Muxtar İmanovun elmi rəhbərliyi ilə Hikmət müəllim artıq bir neçə ildir ki, bu istiqamətdə tədqiqat aparır. Sizin o dediyiniz bu internet folkloru konkret olaraq nədir və geniş xalq kütlələrində anlayacağı bir şəkildə Hikmət müəllim buyursun bizə də. Mən də öncə təşəkkürümü bildirirəm. Artıq bir neçə dəfədir ki, biz Dövlət Televiziyasının efirindən bu internet folkloru ilə bağlı bəzi söhbətlər eləyirik. Bugün isə konkret olaraq internet folklorunun deməli, sosial mədəni şərtlər kontekstində və folklorik dinamika kontekstində bu problemə toxunmaq istəyərdik. İlk öncə onu deyim ki, Sərxan müəllim geniş, ətraflı bir izahat verdi, giriş verdi. Dünya folklorşünaslığında bu problem 3 əsas istiqamətdə öyrənilir. 3 əsas istiqaməti var. Bunlardan birincisi folklor materiallarının, yəni arxivləşdirilmiş, çap olmuş folklor materiallarının rəqəmsal mühitə daxil edilməsidir. Buna rəqəmsal folklor deyilir. İkinci istiqamət real mühitdə, yəni üz-üzə ünsiyyət kommunikasiyada meydana gələn folklor nümunələrinin virtual mühitdə davam etməsi, öz yaşarlığını dövr etmə prosesini virtual mühitə keçirməsidir ki, buna da transformasiya olunan folklor nümunələri deyirlər. Üçüncü istiqamət isə məhz bugün danışmaq istədiyimiz internet folkloru istiqamətidir ki, məhz bu Sərxan müəllimin də qeyd elədiyi kimi texnoloji dildə isə Web 2.0 texnologiyası meydana gələndən sonra, yəni internetin interaktiv ünsiyyət imkanları meydana gələndən sonra, sosial şəbəkələr, forumlar, bloklar meydana gələndən sonra insanların ünsiyyəti üçün, müzakirəsi üçün açıq imkanlar meydana gəldi. Bu şəraitdə bütün digər istiqamətlərlə bərabər həm də insan yaradıcılığının mühüm hissəsindən biri olan folklor artıq bu mühitlərdə aktuallaşmağa başladı və bu folklorun
ənənəvi folklordan fərqi o idi ki, bu məhz internet mühitində yaranırdı və onun sosial şərti, sosial konteksti məhz internet mühitini əhatə edirdi. Bu baxımdan, əgər sizin o bayaq dediyiniz suala qayıtsaq ki, o nədən ibarətdir? Əslində internet folkloru ənənəvi folklorun yarandığı, ötürüldüyü mühitdən fərqli mühitdə, açıq sosial şəbəkədə meydana gəlir. Ənənəvi mühit qapalı mühit idisə... Xahiş edirəm, hər ikisinin misallarını göstərək, çünki həm tamaşaçılar müsaitin olsun. Məsəl üçün, açıq mühitdə yaranan folklor nümunəsi. Məsələn, bir atalar sözü deyək, bir deyim deyək. Məsələn, tək əldən səs çıxmaz. Bu, real mühitdə, internet meydana qədər gələn mühitdə yaranmış bir atalar sözüdür. Burada çağırış nədir? Məqsəd, tək əldən səs çıxmaz. Kollektivi bir hədəfə doğru yönətmək. Burada məqsəd budur. Əksin götürək, internet mühitində, yəni açıq sosial şəbəkələrdə meydana gələn folklor nümunəsində deyilir ki, bugünün işini sabaha saxlama, növbəti günə saxla ki, beynin 2 gün dincəlsin, istirahət eləsin. Baxın fərqə. Əslində, zahirən atalar sözüdür, hər iki mətnin zahirən atalar sözüdür, təbii ki, ənənəvi mətn atalar sözüdür. Bu isə həmin ənənəvi mətnlə müqayisədə parodik atalar sözüdür. Yəni, mahiyyətində ironiya olan bir atalar sözüdür. Məsələn, başqa bir nümunə deyim. Amma eyni zaman ironiya da olsa da haradasa reallıqla da ola bilər. Əlbəttə. İroniyanı öz məqsəd etdirsə, deyir ki, indi bu günləri yorğun ola bilərsən, sabah saxla. Təbii ki. Bəlkə sabah daha effektivdir. Rəşad bəy, əslində, bax, elə sosial şərt dediyimiz məsələ bu kontekstdə özünü göstərir. Dediyimiz kimi, virtual kommunikativ mühit təkcə artıq etnik, sosial mühitdən daha fərqli. Dünya tendensiyalarının gəldiyi, fəlsəfi konsepsiyaların əks olunduğu mühitdir. Artıq biz burada sırf milli xarakterlə yox, digər xarakterlərlə qarşılaşırıq və bu mühit bizi yeni fəlsəfələrə, yeni konsepsiyalara açır ki, belə atalar sözləri meydana gəlir. Məsələn, mən başqa bir nümunə deyə bilərəm. Məsələn, deyək ki, dost dar gündə tanınar. Bu, hamımıza bəllidir. Yaxud bunun alternativi var, dost imtahan günü tanınar. Real tələbələr arasında yaranan bir folklor nümunəsidir, internet folklor nümunəsidir. Yaxud, məsələn, başqa bir nümunə deyə bilərəm, Amerika kəşf etmək deyimi var, bir parodik deyimdir. Bu deyim, məsələn, kimsə özündən bəlli olan bir şeyi yeni bir şey kimi təqdim eləyəndə deyirlər, özündən Amerika kəşf eləmə. Və yaxud da velosiped icad etməyə ehtiyac yoxdur. Bəli, belə bir deyim var. Məsələn, internet mühitində bunun alternativi meydana gəlib. O nümunə belədir. Christopher Kolumb anasına deyib ki, burada qazancı yoxdur, gedirəm Hindistana, qızıl alverinə. Anası da deyib, sən Allah, özündən Amerika kəşf eləmə. Baxın nümunəyə. Burada zahirən ənənəvi folklorda qoyulan Amerika kəşf eləmə ifadəsinin etiologiyası izah olunur. Zahirən etiologiyası izah olunur. Necə bu ifadə meydana gəlib. Ancaq yenə dediyimiz kimi, həmin müasir sosial şərtlər kontekstində meydana gəlib bu ifadə. Yəni, bu ifadənin ənənəvi folklordan fərqli, onun bir parodik, ironik xarakterə malik olması. Təbii ki, internet folkloru təkcə parodik ifadələrdən ibarət deyil, təkcə ironik ifadələrdən ibarət deyil. Burada bizim, məsələn, müasir dövrdə rəqəmsal texnologiyaların, mobil imkanların geniş yayılması zəminində internetdən kənarda qalan nəslin bir internet və mobil texnologiyalara münasibəti var, bir negativ münasibəti var. Məsələn, tutaq ki, belə bir fikirlər var ki, bu telefon çıxandan sonra, internet çıxandan sonra insanların bir-biri ilə ünsiyyəti çox azalıb. Əslində, bu ünsiyyət imkanları daha genişlənib. Sadəcə distant ünsiyyətə, virtual ünsiyyətə olub, amma ki, canlı ünsiyyət başqa. Mən bir şey əlavə eləmək istəyərdim. İndi Hikmət müəllim internet folkloru nümunələrini çəkdi. Ümumi yəqin ki, geniş tamaşaçı kütlələrində də təsəvvür yarandı ki, bu internet folkloru deyilən şey nədir? Belə bir sual meydana çıxa bilər ki, məsələn, bu nümunələrin öyrənilməsinin profesional elmi tədqiqatın predmetinə çevrilməsinin əhəmiyyəti nədən ibarətdir? Proses internet mühitində, virtual mühitdə gedir. Bəs niyə biz onu fokuslaşdırıb və öyrənirik? Məsələ bundadır ki, bu həm Amerikada, həm Avropada da bu tendensiya özünü göstərir ki, bu sırf elmi, folkloristik baxımdan əhəmiyyətli deyil. İnternet folklorunun ən mühüm cəhəti kollektiv maraqların və reaksiyaların ifadəsini özündə birləşdirməsidir. Hər hansı bir Hikmət müəllim dediyi bu nümunə arxasında böyük bir xalq kütləsinin,
sosiumun, toplumun marağını, emosiyasını özündə ifadə edir. Bax, o baxımdan bu nümunələrin öyrənilməsi və bu informasiyaların əldə edilməsi, cəmiyyətin sosial idarə edilməsi, cəmiyyətdə ümumiyyətlə trendlərin müəyyənləşdirilməsi, təmayüllərin müəyyənləşdirilməsi, indiki olduqca mürəkkəb olan sosial-siyasi hadisələrlə, proseslərlə xarakterizə olunan bu dünyamızda bəs bu cəmiyyətin öyrənilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycan toplumunda, Azərbaycan cəmiyyətində hansı tendensiyalar vardır? O ən yaxşı, ən şamil şəkildə ifadə edən internet folklor nümunələrdir. Məhz bu aspektdən də bu nümunələrin öyrənilməsi mütləq multidisiplinar tədqiqat xarakteri kəsb edir. Burada informasiya texnologiyaları institutu, folklor institutu, fəlsəfə sosiologiya institutu, arxeologiya etnografiya institutunun mütəxəssisləri multidisiplinar olaraq kollektiv araşdırmalıdırlar ki, o məqsədlərə nail oluna bilsin. Əslində, az əvvəl Hikmət müəllimin də söylediyi bu məqamlar ki, nümunələr ki gətirdiniz, Azərbaycan dilli virtual məkanda bizim folklorumuzun da müşahidə olunan dəyişikliklər adlandıra bilərik mi Hikmət müəllim? Təbii. Bütün hallarda tədqiqatın bizim əsas məqsədimiz Azərbaycan dilli virtual məkanda baş verən prosesləri öyrənməkdir. Təbii ki, nəzəri olaraq bunun kökü Amerikadan, Avropadan, Rusiyadan, Türkiyədən qaynaqlanır. Yəni, folklorşünaslıq bu istiqamətdən həmin problemlər gəlir. Ancaq bizim əsas obyektimiz, predmetimiz Azərbaycan dilli virtual məkandır ki, bugün hamıya bəllidir ki, istər sosial şəbəkələr olsun, istər forumlar, bloklar olsun, burada müəyyən bir orta və gənc nəslin nümayəndələri öz fikirlərini, düşüncələrini demək olar ki, həyatının o çox hissəsini, günün çox hissəsini virtual mühitdə keçirirlər və təbii ki, bu mühitin özü mövzular doğurur, müəyyən bir sosial reaksiyalar doğurur ki, bunun da qəlibləşməsi, ortaya çıxması və folklor nümunələri əsasında olur. Bəli, Azərbaycan dilli virtual mühitdə qeyd elədiyim həmin o tendensiyalar, müəyyən bir desakrallaşma, profanlaşma tendensiyaları, ənənəvi folklorun parodiyası tendensiyaları, onların imitasiyası tendensiyaları müşahidə olunur ki, bizim əsas məqsədimiz də bunları öyrənmək və tədqiq etməkdir. Bəli, internet folkloruna bu yeni, sizin də söylədiyiniz kimi, sosial şərtlər çərçivəsində yeni bir baxışı aktuallaşdırır. Əslində, bu sosial şərtlər dedikdə biz nəyi nəzərdə tuturuq? Əslində, sosial şərt anlayışı ilk dəfə elmə folklorşünaslığa Alan Dandes, görkəmli Amerikan folklorşünaslığı Alan Dandes tərəfindən gətirilmişdir. Bu anlayış istənilən münasibətləri, insan, cəmiyyət münasibətlərində, fərd münasibətlərində sosial şərtlər, səbəb-nəticə əlaqələri ilə müəyyənləşən şərtlər toplusudur. Nəyi nəzərdə tuturuq? Müəyyən bir mətn, auditoriya və söyləyici münasibətləri var ki, bu münasibətləri tənzimləyən şərtlər var. Bu şərtlər öncədən müəyyənləşmiş sosial sazişə söykənir. Bu sosial saziş nədir? Fərdlər arası münasibətlərdə əvvəlcədən müəyyən olmuş mədəniyyət tərəfindən diktə olunan prinsiplər, parametrlər var ki, biz özümüz həm leksikonumuzda, həm davranışlarımızda həmin prinsiplərə riayət edirik. Bayaq Sərxan müəllim də qeyd elədiyiniz kimi... Buna bir misal çəkə bilərik. Elə bayaq mənim nümunə kimi dediyimiz o nümunələr ki, var idi. Onlar hamısı buna aid. Əslində, məsələn, birdən cəmiyyətdə elə bir sosial hadisə baş verir ki, məsələn, kütləvi şəkildə ona bir reaksiya yaranmış olur. Və kütləvi şəkildə yaranan reaksiya dərhal internetdə həmin anda kütləvi şəkildə internet folklor nümunələrinin yaranmasına səbəb olur. Hansısa bir təbiət hadisəsi baş verir, uçqun baş verir və ya sosial bir hadisə baş verir. Hansısa bir, deyək ki, bir kommunikasiya ilə bağlı hadisə baş verir. Bu proseslər cəmiyyətlər arasındaydı. Deməli, onun yaranmasını şərtləndirən səbəb o mühitin özündə deyil. Sosial mühitdədir ki, onun yaranmasını orada şərtləndirir. Əslində, burada da elə gözəl paralellər aparmaq olar. Düzdür, biz vaxt çərçivəsində çalışırıq ki, bu paralellərin hamısını aparaq. Bizim efir vaxtımız var və buna uyğun bir görüş keçirdik. Bu mövzu çox genişdir, çox maraqlı mövzudur həm də. Növbəti görüşlərdə biz sizlə mütləq bu mövzunu davam etdirəcəyik. Bir sanki ənənə halını alırıq. Onsuz da seminarımız elə ənənəvi seminardır. Ənənəvi seminardır, bizim də ənənəvi görüşlərimiz olacaq. Buna şübhəmiz yoxdur. Bir daha minnətdarıq. Çox sağ olun, gəldiniz.